Digər mövzu. Quran-ı Kərimin ecazkarlığının dəlilləri. Gəlin sübut edək ki, Quranın möcüzəvi cəhətləri var. Mövzumuz budur. Quranın ecazkarlığının dəlilləri, hansı faktlar, hansı sübutlara əsasən Quranın ecaz cəhəti var. Quranın möcüzəvi xüsusiyyətləri var. 1. Əbədi ecazkarlıq. Bir var müvəqqəti olsun. Göz aldadan, göz qamaşdıran, baş aldadan, müvəqqəti bir şey ortaya çıxsın. Bir var ki, əbədilik. Əbədilik bir şeyin mükəmməlliyin bildirir, qüsursuzluğunu bildirir. Quran möcüzə olmasına ən mühüm dəlillərdən biri hələ onun əbədi olmasıdır. Əgər bu kitab boş olsaydı, bu 14 əsr oxunardı. 14 əsr ərzində bunda səhv niyə tapılmadı? Niyə insanın beynini yormur? Niyə insan bundan bezmir? Və ya dedik, bunun qeyri-adi muğamı, hər əsrdən xəbər verməsi və dünyəvi elmlərlə üsbət düşməsi bunun nəyin bildirir? Möcüzəliyini bildirir. Əbədiliyini bildirir. Əbədidirsə, bərabər deməli möcüzədir. Ecazdır. Quran-ı Kərim istər sözlərinin gözəlliyi, sözündə olan gözəllik, elə sözlər seçir ki, qeyri-adi. Necə məsələn, şair şeiri yazanda elə sözlər seçir ki, orada bir məna olsun. O sözün izahında bir dərinliyi də olsun. Sözün gözəlliyi, səlisliyi, İstər mənanın dolğunluğu olsun, istər mənanın dərinliyi cəhətindən bu böyük ədiblərin sözündən çox yüksəkdir. Böyük şairlər şeir yazarlar. Amma Quran qədər deyil. 14 əsr ərzində hələ heç bir ədib, heç bir ədəbiyyatçı Quran-ı Kərimin qarşısına çıxacaq bir cümlə yaza bilməyib. Çünki bəşər düşüncəsi var, Allahın elmi. Qureyşin söz ustaları var idi. Yəni şairləri. Bilirsiniz də ərəb xalqı, demişəm bunu dərslərimizdə, 3 şeyə çox məhəbbət bəsləyirlər. İçkiyə, döyüşə, bir də şeir ədəbiyyata. Bunlar hər il kəsərlə şeir ədəbiyyat üzrə müsabiqə yarışlar. Kimin şeiri qalib olsaydı, o şeirin fəsahəti, bəlağəti, məntiqi, qafiyəsi, nəyi, o şeirin sahibi çıxarıb birinci yer, onun şeirini vurarlar şəhərin girəcəyinə ki, filan kəsin şeiri. Ki, o da bir elmdir, şeir mövzusu, ədəbiyyat məsələsi. Bunlara çatmırdı ki, bu necə kitabdır? Bu, başa düşmürdülər deyə deyirlər ki, bu dəlidir. Bunun sehri vurur. Bu, nə bilim, kimləsə dərs alıb. Kimsə buna gizli dərs deyir. Müxtəlif sözlər deyirlər. Kahin deyirlər, sahir deyirlər, məznun deyirlər. Başqasından dərs alan və s. Görə alınmır da, biz bunun sözünün qarşısına söz deyə bilmirik. Bunun sözün qüvvəti, effekti, dolğunluğu, səlisliyi biz şairlərin şeirindən qat-qat qüvvətlidir. Hamı susur qalırdılar, valih olurdular bu sözlərin qarşısında. Quranı sehir və Peyğəmbəri sehirbaz adlandırırdılar. Başqalarını hətta qısa bir ayə olsa belə qulaq asmanı çəkindirirdilər. Pambıq qoy qulağına, bir də Məhəmməd oxar, sehirə düşərsən. Belə deyirdilər. Yəni Peyğəmbər oxuduğu o ayələrdə olan gözəllik, elm, məna və hüquq məsələləri, insanların haqları, elmi cəhətlər və s. cəhətlər, aləmizdə olan cəhətlər. Baxırlar ki, bu necə sözdür bu? Axı, bunlar biz indi eşidirik. Bu nə bir sözdür? Bu şeir, yoxu bu şeir deyil. Bu bəndən yazdığı kitab deyil. İnsanlara təsir qoymasın deyə müşriklər, kafirlər dedilər ki, cəmaət qulağınızı pambıq qoyun ki, o Məhəmməd sizi sehirinə sizi məruz qoymasın. O sehirbazdır. Müşriklərin Quranın əbədi ecazkarlığın qarşısında
etirafları çox olub. Burada Vəlid İbn Muğeyrədən danışıb. Bu da böyük bir şəxsiyyət olub. Təbii ki, dövründə öz işində söz ustası filan və s. mümin, bir adı Qafir surəsidir. Oradan bir ayə eşidirdi, bu nə cür sözdür? Allaha and olsun, Məhəmməddən elə bir kəlam eşitdim ki, nə insan kəlamına oxşayır, nə cin kəlamına. İnsan belə söz deməz. Cin belə bir söz deməz. Çox şirin və gözəldir. Budaqları barlı və kökü yerin dərinliyinə işləyən ağac kimidir. Çox dərin bir sözdür. Külək əhsi, yarpaq düşdü. Bu şairin, səthi olan bir şairin hələ belə sözüdür. Hamı bilir ki, külək əhsi, yarpaq düşməli yerə. Külək əhsi, düşməli yarpaq yerə. Bu normal bir şeydir. Bir dənə Peyğəmbər bir sözdür, 14 əsr bundan öncə hələ hədisin. İndiyə kimi açıqlanır ki, nə demək istəyir bura Peyğəmbər? İndiyə kimi açıqlanır. Hələ Nəsimin şeiri, məndə sığar ikən cahan, yoxsa sığar iki cahan. Hələ bu özü bir bəhsdir, müzakirə objektidir. Mən bu cahana sığmazam, nə demək? Hələ burada, bunu yazan bir bəndədir. Füzulinin şeiri, Nizaminin şeiri və s. digər ədəblərimiz. Nə gözəl yazıblar o sözləri. Hansı ki, haqqa bağlı olan şairlər olublar, olan şeiri dərindir. Hansı ki, haqqa bağlı olmayan şairlərdir, onların şeiri bir-iki il yaşayır, özü qarşı. Unudulur. Amma əsrlər Nəsimi yaşayır, Füzuli yaşayır. Niyə? Buna bağlı olublar, Allaha bağlı olublar deyə elə bir şey yazıblar. Nə demək istəyir Nəsim burada? Və digər şeirləri vardır. Mən ədəbiyyatçı deyiləm. Ən azından bilən bilir. Onun kimi şeirləri var Nəsimin də, Füzulinin də. Hələ bu insandır. Allahın yazdığı sözlərə nə kimi dərinliyi var. O, bütün kəlamlardan yüksəkdir. Heç bir kəlam ondan uca deyil. Bunun kimdir? Muğeyrə. Muğeyrənin oğlu Vəlid daha doğrusu. Muğeyrə Peyğəmbər arzı deyildi. Ki, Peyğəmbəri sevsin, şişirtsin. Nə fəsahət, nə bəlağət başı çıxan bir adam idi. Öz ixtisasından daha bir işi vardı, nəsə bir işə məşğul idi. Amma bu bir də şeir, ədəbiyyat, elə də onun anlayışı yox idi burada. Eşidə bilərdi müəyyən şəxslərdən, şeir həvəsi olsa, amma xüsusi bir şairlidir, yox. Əksinə, İslamın düşməni olub, Peyğəmbərin zamanında Peyğəmbərə qarşı vuruşan şəxslərin biri olub bu adam, Vəlid. Amma gör nədir Quran barəsində? Ütbə İbn Rəbiə Peyğəmbərdən eşidir, Fussilet surəsinin ilk ayələrini eşidən kimi üzünün ifadəsi dəyişir və Qureyş başçılarının yanından qayıdır və orada deyir ki, həqiqətən elə bir söz eşitdim ki, Allaha and olsun deyə kimi onun bənzərini eşitməmişdim mən. Belə bir söz bu bənzərində eşitməmişəm. And olsun Allaha, onun sözləri nə şeirdir, nə sehirdir, nə kahinlikdir.